يا شباب في سبيل الله. السلام عليكم يا اهل الدار قوم المؤمنين. الا ان شاء الله تلاحظوا نسال الله بيننا قل هو الله احد الله تلاوة القران. اللهم بلغ ما قرأناه ما تلوناه هادية المتقين والمسلمين والمسلمات الأحياء منهم والأموات لا سيما خصوصا لهم شهداء في سبيل الله لا سيما خصوصا لهم والفوز بالجنة والنجاة من النار رحم الله منادي الفاتحة. Allah rahmet eylesin. Allah sizden razı olsun. Hürmetli cemaat. Hadi şehit ataları, hürmetli şehit ataları. Biz birinci anım gününü geçirdik. Birinci, ikinci yoktu. Anım gününü geçirdik, şimdi ağacın balamızın yanındayım. Allah Teala bunların, bu valideynlerinin kalan bağlarını gözlerine sıra versin ya Rabbim ve Resulallah. Allah Teala Azerbaycan halkını hoşbaht eylesin. Allah Ali Başkomandanımızın için hem şaban eylesin. Bugün hoşbaht gündür, bugün güzel gündür, bugün bahtiyar gündür. Bu günler bir şehit çamağı, şehitler xebanındayıq. Bu mekandayıq, bu an yerimiz olan mekandayıq. Bu mekan elə belə mekandır, hürmetli cemaat. Ben sizin bir xaşım var. Bir xaşım var, sizin həmişəki xaşımdır. Ağacan balamızın timsalında bütün şehitlerimizin hatırasını yad edək, bir də gəlib kütülər. Sonra tədbirimiz devam etdirək. Teşekkür ederim her birinize. Allah her birinizden razı olsun. Her birinize teşekkürüm var. Biraz sakalınız gibi her birinize teşekkürüm var. Bak bu izdiham sizindir. Orada da izdiham sizinliydi, burada da izdiham bizimdi. Orada bizimdi, burada da bizimdi. Allah Teala her birinizden razı olsun hürmetli cemaat. Hürmetli bazılarım, kardeşlerim, hürmetli benim halkım. Halk büyük halkı, halk büyük kuvveti. Halk insanların ferahıdır. Bizim ferahlarla ben halkımı görürüm. Ben ferahlarla ben bu güzel bağlarımız, bu şehit bağlarımızın, İcit bağlarımızın görende, şehitler xiyabanında. Her birinize teşekkür ederim. Allah Teala her birinizden razı olsun. Hürmetli cemaat, siz bilirsiniz ki 6. yılda oldu qeyd elədim. Zakir bu vaxta kadar bir kelime de olsun danışmayın. Hürmetli cemaat, anasında danışan böyle bilirim. Ama Bahar Hanım geldi, ben orada qeyd eləmişdim. Ondan aslansan, hamısından aslansan. Ondan aslansan da buyur. Ben de her birinizi salamlayıram. Həqiqətən bugünkü gün ağır gündür. Allah bütün şəhidlərimizin yerini cənnət eləsin. Hər birinizdən Allah razı olsun. Bütün gələn qonaqlardan, Şamaxı rayonunun icra hakimiyyətindən, Ağsaqqallığın, Afrikdan, icra nümayəndəmizdən, mənim dəyərli balam, İlham balam, Allah sizə var eləsin, daim yanımdasan. Allah sizə həmişə əziz eləsin. Ağacan balamın, Elmin balamın timsalında cəm şəhidlərimizin yeri cənnət olsun. Allah da Allah Xədicə bacımızın da yerini cənnət eləsin. Teşekkür ederim. Gelin Xədicə de bir rəhmət deyək burada ağacanı balamızın. Allah rəhmət eləsin. Allah her birden razı olsun cemaat. Bundan sonra Allah Teala bütün her birine şahitlik kısmet eləsin. Hürmetli cemaat. Qonaqlarımızı ben təqdim eləmişəm. Bilirsiniz, həmin qonaqlarımız eyni oradadır, eyni buradadır. Hürmetli cemaat, əziz xalq, əziz xalqımız, hürmetli ağacan bala. Sağında atondur, solunda atondur, sağında alon. Karşında bu izdihamdır. Karşında izdihamdır. Şamaxı rayonunun hərbi komissarı buradadır öz heyətiyle. Azerbaycan hərbi səfərbərliyin idarəsinin mavini, hürmetli şöbə müdürü kardeşim buradadır. Allah canını salamat eləsin. Aynı zamanda Şamaxı rayonundan bu işe bakan şöbə müdürü hürmetli Cəlal mənim həmşəkim benim yanımdadır, bizim yanımızdadır, sizin yanınızdadır. Her birisi Allah Teala şahitlik kısmet eləsin. Ve aynı zamanda Nizami rayonunun icra hakimiyyətinin mavini burada benim yanımdadır. Yani Azerbaycan Partiyasının sədri mavini buradadır. Allah Teala her birinizden razı olsun. Her birine teşekkür ederim hürmetli cemaat. Aziz qonaqlar. İlk sözü hürmetli bu yaxında sizinle beraber anım gününü keçirdiyim hürmetli Natiq müəllimə verirəm. Buyur Natiq müəllim. Şahmurad balamıza. Çiftliğimizin atası Natiq müəllim. Bəli. Çok söylemek istedim. Bu olayda biraz anlaşılmamazlık. Yok artık utanmaz. Yedi yok. Yok Ağacan balamızın, Elvin balamızın
timsalında cəm şəhidlərimizin yerləri cənnət olsun. Amin. Onlar bizə zəfər yaşatdılar. Onlar zaman itirilmiş torpaqlarımızın qaytarılmasında millət, dövlət, ali baş komandan, bu gənc balalar hamısı səfərbər oldular. Zaman itirilmiş torpaqlarımızı qaytarıb bizə zəfər yaşadı millətimizə. Nəinki Respublikan dövlətimizdə burada dünya Azərbaycanlılarının bunlar başını uca elədilər. Bunlar ölkəmizin hüdudundan kənarda yaşayan soydaşlarımızın həmin millətlə təmasda olan insanların başlarını uca elədi. Və böyük dövlətlərin Azərbaycan ordusunun keçdiyi bu zəfər yolun indi də araşdırırlar ki, bunu 30 il işğal altında olan torpaqları 44 gün ərəfəsində işğaldan azad eləyəm və antiterror bir sutka da çəkmədi. 23 saat ərzində yəni Azərbaycanın suverenliyini bərpa elədi. Həmin balalarımızın sayəsində. Ağsaqqal demişkən, Allah onlardan dönə-dönə razı olsun. Dövlətimiz, dövlətçiliyimiz var olsun. Amin. Ordumuz güclü, qüdrətli, basılmaz, ayıq-sayıq olsun. Allah Ali Baş Komandanı, sizləri, hamınızı qorusun ki, bu günləri bizlərlə bir yerdə, bir bərabərsiz şəhid ailələr. Allah bizlərin də səbrimizi versin. Allah hamısının məqamını uca, məkanların cənnətini. Çox sağ ol, təşəkkür edirəm. Hörmətli Natiq müəllim, bu dolğun, düzgün, halal çıxışın üçün. Hörmətli cəmaət, qonaqlarımızı təqdim eləmişəm. Ondan da başqa yenə də qonaqlarımız var. Onlar da orada təqdim eləmişəm də, onlara ehtiyac yoxdur. Hörmətli Ağacan bala, sənin qarşında bu izdihamdır. Bu xalqdır, bu dünyadır, bu cəmaatdır və eyni zamanda Şamaxı rayonunun axundu, hörmətli Hacı Mərhəmət mənim sağımdadır. Və eyni zamanda sənin qarşında Şamaxı rayonunun ağsaqqalı, hörmətli Ağarcan müəllimdir. Hamımızdan Allah təala razı olsun. Hörmətli Şamaxı cəmaatı, hörmətli şəhid ataları, əziz şəhid anaları. Bu günləri gözəl gündür, fərəhli gündür. Vallahi Allah'a and olsun. Bu bağlarımızın fərəhindən gecə gündüz yatmaq mümkündür ki Allah təala. Mənim necə bağlarım varmış. Mənim necə gitlərim varmış ki 44 gün ərzində 15 Respublikanın özündə birləşən SSR 5 ilə aldı qələbəni. 44 gün ərzində yağı düşmanla 30 illik torpağı azad edəsən və qələbəni qazanasan. Bu elə belə şey deyil. Bu mənim bağlarımın, bu gitlərin haqqısadır. Mənim Ali Baş Komandanımın rəhbərinin möhkəmliyinin sayəsindədir. İlham Əliyev cənablarının sayəsindədir. Mehriban xanımın sayəsindədir. Allah Teala prezidentimin canını salamat eləsin. Həmişə Allah Teala prezidentimi uca eləsin. Bütün ölkənin prezidentlərindən yarabim verədir Allah. Azərbaycan xalqının günləri bir qarış torpağı heç bir ölkədə yoxdur, heç bir dövlətdə yoxdur. Ham sözündədir. Nəyin sayəsində? Bu bağlarımızın Ali Baş Komandan İlham Əliyev cənablarının sayəsindədir. Hörmətli cəmaət. Bahar xanım nə deyirsiniz mənə? Xanımın hədiyəsi var ona. Kifayət Hədiyəsi var, buyursun. Buyur hədiyyə. Ben barda qeyd danışmışdım, amma indi qısa danışacağım. Bu 30 illik həsrətə bizi məhz bu oğullar qovuşdurdu və bizə onu deyim ki, dünya tarixində siz görünməmiş bir hadisədir ki, işğal altından torpaqlar azad olmuyor. Və Azərbaycanın məhz Elvin kimi, Ağacan kimi bütün şəhidlər Ali Baş Komandanın bir yumruğu altında birləşib bu torpağı azad etdilər və dünya tarixində qızıl qələmlə yazıldı. Dünya üzərində birinci yeganə dövlədik ki, işğaldan torpaqlarımızı azad etmişik. Özdə 44 günə. Və bu həqiqətən də Azərbaycan bayrağını Qarabağda, Şuşada dalğalandıran məhz bu şəhidlərimizə, əskər zabitlərimizə, çevik polislərimizə biz borcluyuq. Belə bu döyüşlər 44 günlük müharibə vaxtı həqiqətən də arxa cəhbənin də böyük bir dəstəyi olub. Həmin o dəstək olan insanlara da mən öz təşəkkürüm, minnətdarlığımı bildirirəm. Azərbaycan bayrağı bu dəqiqə qürurla azad olmuş torpaqlarda, Şuşamızda, Laçınımızda, Xocalımızda, Xocavəndimizdə dalğalanır və dünya arenalarında yarışa gedən uşaqlarımız Azərbaycan bayrağını dalğalandıra deyirlər ki, işğal altından azad olmuş Azərbaycanın bayrağıdır bu. Mən də o torpaqlarda yetişən Xarı Bülbülün simvolu olan Kəlağayı anamıza kiçik də olsa hədiyyə verirəm. Allah məqamını uca eləsin, olsun. Allah Təşəkkür edirəm. Çox sağ olun. Təşəkkür edirəm hər birinizə. Hörmətli cəmaət. Müdafiə Nazirinin şöbəmini təqdim etdim sizə. Söz ona verirəm. Buyur qardaş. İlham müəllim. Allah Ağacan qardaşımıza da qəni-qəni rəhmət eləsin.
Dediğimiz kimi bu qəhrəmanların nəticəsidir ki, biz torpaqlar bərpa eləmişik. Bugün biz qalib xalqıq, qalib dövlətik. İnşallah bundan sonra da bu cür Ağacan kimi, Elvi kimi qəhrəman övladlarımız olacaq. Onlar böyüyəndə bilməlidirlər ki, bu cür qəhrəmanlar olub, bu millətin bu cür qəhrəmanları olub və çalışsınlar, gələcək nəsil bu cür olsunlar, nümunə götürsünlər. Allah rəhmət eləsin. Çok sağ olun, teşekkür ederim. Nizami Rehan, İcra Hakimiyyətinin nümayəndəsi, hörmətli şöbəmdir, qardaşım buradadır, buyursun. Çok sağ olsun, buyurun buradadır. Sağ olun. Ne demək olar? Bütün şəhid ailələrinə boş sağlığı bir daha verirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların məkanı bəllidir bizə. Allah bütün ailələrə səbir versin. Bizim də əlimizdən gələn ancaq onların gönlü xoş olsun və gələcək vətənpərvərlik naminə bizim vətəndaşlıq borcumuzdur ki, bugün bu möhtəşəm ziyarətlərimizi biz unutmayaq və şəhidlərimizi unutmayaq. Çalışdığımız da budur. Teşekkür ederim. Hörmətli cemaat, darıxmayın, xahiş edirəm. Heç bir dənə darıxmayın. Çok xahiş edirəm sizlər. Hörmətli anar müəllim. Cemaat məclis qoymur. Bir neçə kəlmə. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bütün şəhidlərimizin qarşısında baş əyir. Teşekkür ederim. Hörmətli Zakir, hörmətli Səxavət qardaş. Gələn qonaqlarımızdan bir neçəsinin başqa yerdə də qonaq tədbirləri var. Onlar məndən xahiş elədi, mən də sizə məlumat verirəm, ağsaqqalınız olaraq onlara icazə verək geçsinlər. Buyurun. Yaxşı ol, çok sağ olun. Teşekkür ederim her birinizə, sağ olun. Gəldiniz, iştirak elədiniz, tanışdınız, sağ olun. Her birinizə, çok sağ olun. Çok sağ olun, teşekkür ederim her birinizə. Kim ne diyor lan? Ülviye, buyur, Ülviye hanım. Ağsaqqal, bir iradımı bildirəcəm. Ağsaqqalımızsan. Gələn qonaqlara, bizim burada qonaqlarımız var. Gedir, Yox, qonaqlar bilirəm. Mən bu evin artıq Şamaxının bir doğmasıyam. Bəli. Yəni, Bilirik. bütün Şamaxlılar mənim tanıyır. Çıxış elə. Mən burada bir ailənin üzvü kimi, bugün bir qardaşın bacısı kimi çıxış Bəli, edəcəm. hər birimizin bacısısan. Balamızsan, işte istəyimiz adamsan. Buyurun. Bizim bilirik ki, 44 günlük vətən müharibəsində evlərin tək övladları, elə ana var ki, 2 oğlunu və elə ana var ki, evində mən Zakir qardaşın övladlarından danışacağım. Bax, hər biriniz bilirsiniz, Şamaxlılar bilir, ancaq istəyərdim bütün Azərbaycan bilsin. Zakir qardaşın evində 2 övladı var. Biri qız, biri oğlan. Hər ikisi əlildir. Qız uşağı gözlərindən də, ayağından da, oğlan da yenə 5 yaşından həkimlərin demək olar ki, səhvi nəticəsində uşaq iflic olub, Moskvada olub, Azərbaycanda olmayıb, ancaq yenə də həkimlərin səhvi nəticəsində olub. Ancaq bugün o ata, o ana evinin sağlam övladını şəhid verir. Və sağlam övladını şəhid verən ata hər dəfə o evə girəndə, o evdə xəstə uşaqları görəndə siz bilirsiniz də, ürək neçə yerə çatlayır. Ancaq buna görə yenə də ata, ana deyir, vətən sağ olsun, bayrağım dalğalansın. Bilirsiniz bu nə deməkdir? Bu xalqın, vətənin nümayəndələrinin bu torpağa olan sevgisidir. Bu dövlətə olan sevgisidir. Sevgi olmasa qalibiyyət olmaz. Bugün, bəli, Azərbaycan Respublikasının Ali Başkomandanının böyük siyasətinə və ona olan sevginin nəticəsində biz qalib gəldik. Torpağa, bayrağa olan sevgi ilə qalib gəldik. Mən Azərbaycanın bax belə atalarını, belə analarını, öz gözlərinin nurunu Azərbaycana bəxş eləyib, Azərbaycanı nura qəlb eləyən valideynləri alqışlamaq istəyirəm. Təşəkkür edirəm. Çox sağ olun. Və bizim vətən sevənlərimiz var, təmənnasız xidmət göstərənlərimiz var. Və onlara çox sağ olun deyirəm. Hacı xanım, Leyla xanım, Raziyə xanım. Allah razı olsun ki, onlar bu vətəni təmənnasız sevib öz şəhidlərinin, ailələrinin yanında olmağını özlərinə borc verirlər. Mən istəyərdim bütün Azərbaycan xalqından, bizim məktəblərimizdə, universitetlərimizdə, bizim texnikumlarımızda, hərbi hissələrimizdə keçirilsin tədbirlər. Keçirilir. Vətənpərvərliyi daha çox təbliğ eləyək. Çünki düşmənimiz ölməyib, düşmənimiz susmayıb. Biz ona birliyimizlə güc gəlməliyik. Keçirilir. Keçirilir. Vətənpərvərliyimizlə güc gəlməliyik. Çox sağ olun, təşəkkür edirəm. Bu yaxında Göylər kəndində Göylərin bir nömrəli bir saylı məktəbin direktoru mənə dedi ki, Saqqal, böyük tədbirlər keçirilir. Bu yaxında da keçiriləcək, sizi dəvət edəcək. Keçirdirlər müəllimə.
ondan laf arkanda ola bilərsiniz. Qaçıracağım olalım. Başda xanım buyur, şəhid anası. Hörmətli tədbir iştirakçıları, hörmətli xundumuz, ağsaqqalımız, icra nümayəndəmiz, qıraqdan gələn qonaqlarımız, şəhid atalar, şəhid analar, hər birinizi salamlayıram. Allah sizləri var eləsin. Allah canınızı sağ eləsin, ömrünüzü uzun eləsin. Nakir qardaş, aybəniz var. Qalınızın yeri cənnət. Çox sağ olun, təşəkkür Allah ederim. bizlərə səbir dözüm versin. Amin. Allah ordumuzu qorusun. Allah yurdumuzu qorusun. Allah bütün əskərlərimizin işini avant etsin. Onlar da sağ-salamat evlərinə Amin qayıtsın. ya Rabbi. Atalarının, analarının üstünə. Allah sizləri var etsin. Çox sağ olun, təşəkkür ederim. Nəcibə xanım, şəhid anası. Şəhidlərimizin məqamınca yerin cənnət eləsin. Allah Zakir qardaş, Aybəniz bacı sizə səbir versin. İnşallah evinizdən körpə səsi gəlsin. Allah'ın izniyle. Amin. Xahiş edirəm, heç kim darıxmasın, heç kim dəbərməsin. Buradan evə yox, birbaşa deyəcəm hara gidəcək. Heç kim narahat olmasın, heç kim də tələsməsin. Hər Allah'a şükür, bağlarımız yanımızda, xoş hava, xoş bağlarımız, gözəl bağlarımız, gözəl Azərbaycan, gözəl prezidentdir. Darıxmayın qardaşlar. Vahid müəllim buyur. Alo. Azərbaycan torpaqlarını canı fəda eləmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Allah onların yeri cənnət eləsin. Bugün həqiqətən biz çox qürurla danışırıq, çox fərəhlə danışırıq ki, baxın, siz diqqət edin Şamaxı şəhidlər xiyabanına. Birinci Qarabağ şəhidlərinin hər birinin yanında ikinci Qarabağ şəhidinin yəni günləri qarşısında durmuşuq və birinci Qarabağ şəhidinin yarımçıq qalmış qisası və 30 ildə onların ruhunun inildəməsinin yarasına məlhəm olan ikinci Qarabağ şəhidlərinin məzarlarını görürük. Bu bizə həqiqətən fərəh verir, şərəf verir ki, 30 ildə işğal altında qalan torpaqlarımızı nəhayət ki, 20-ci ildə Cənab Ali Baş Komandanın məlum sərəncamı ilə irəli komandası verildi. 44 günlükdə bu torpaqlarımız azad olundu və birinci Qarabağ şəhidlərinin ruhu şad oldu. Yeri rahat oldu ki, yəni biz həmin dövrdə çəkdiyimiz əziyyətlər boşa getmədi. Bu günləri bütün xalq fərəhlə, şərəflə danışır ki, biz qalib xalqıq, qalib ordunun, qalib dövlətin nümayəndəsi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bahar Hanım, Çox sağ olun. Allah sizə səbir versin. Təşəkkür edirəm. Sən mənim həm də mənəvi anamsan. Siz bunu qəbul eləmişik. Allah sizə can sağlığı versin, səxavət. Təşəkkür ederim. Namaz şəhid atası. Aybəniz bacı, Allah sizə səbir versin. Zakir qardaş, Allah sizə səbir versin. İnşallah ki, ağacamızın adını daşıyan bir övlad biz bunu biz diqqətlə gözləyirik və Allaha həmişə bu barədə duacıyıq ki, bu şəhidlərimizin adı həm xalqımızın qəlbində yaşasın, həm də onların adını daşıyan yeni nəsillər yetişsin. Allah hər birinizdən razı olsun. Amin. Təşəkkür edirəm. Çox sağ olun. Buyur namaz. Şəhid atası. Təşəkkür edirəm. Zakir qardaşa Fatıma Allah sağlık verirəm. Allah yerin cənnət eləsin qardaş. Allah hər birimizə səbir versin. Amin. Çox sağ ol. Xan Məmməd. Xan Məmməd yoxdur. Buradayı da. Hə. Vay qardaş buyur. Şəhid atası. Burada uzaqdan gələn qonaqlar, Allah hər birimizdən razı olsun. Yaxındakı ana bacılarımız, şəhid atalar, şəhid analar, Allah səbrinizi versin. Bugünkü gündə aydın məsələdir ki, Ağacan balamızla, Elvin balamızın şəhadətə qovuşduğu gündür. Bu igidlər hər biri öz sözlərini deyiblər. Həyat hekayəsində yazıb getdilər. Allah valideynlərinə səbir versin. Amin. Allah hər birimizdən, hər bir şəhid atalarına, analarına mən özüm çəkdiyim o ağrını hiss edirəm ki, yəqin ki, o bir şəhid atası, anası da çəkər. Onları keçdiyi yollar yenə aydındır, göz qabağındadır. Bu bayaqlarım bacımız bir söz dedi. Dedi, 2 evlad itirəm. Mən də 2 evlad, mənim də 2 evladım
döyüşə gedib və xüsusi təyinatlı qüvvələrdən hər ikisi. Bu vətən üçün canın qoyur, qanın qoyur. Allah xalqımızı qorusun. O 44 gün ərzində burada düzdür, danışmaq bayaqları Sübhan qardaşımız dedi, o müharibənin dadını mən özüm şəxsən dadmışam. Burada çox şey danışmaq olur. Amma əsas odur ki, bizim balalarımız o işi gördülər. Biz fikirləşmədiyimiz şeyləri. Burada nə var? Durub danışmağa. Amma orada topun, tüfəngin, tozun, plamyotun, minamyotun mərmilərin altında hərəkət eləmək. Bu balalarımız, bu mərd, qəhrəman, igid, sinəsin o mərmilərə verən balalarımızın sayəsində 44 gün ərzində vətən torpaqlarımızı azad elədilər mənfur düşmənlərdən. Sonra da üç rəngli bayrağımızı Şuşanın başında dalgalandırdılar. O bayraqlarımız həmişə qoy dalgalansın. Ucalarda o gəlsin Azərbaycanın səsi. Azərbaycanı tanıdan da Allah balalarımızdır. Ucaldan da. Bundan sonradakı İlham Əliyev cənabları, Ali Başkomandan sağ olsun. Onun dəstəyi altında hər bir həqiqətən də bir yumruğa döndü xalq. Arxa cəbhədə sağ olsun. Xalqımız sağ olsun, var olsun ki, balalarımıza dəstək olduq, hər birimiz. Allah bizlərə yenidə səbir versin. Bugünkü gündə iki şəhid balamızın, bir də şəhid anamızın bugün 7-sidir, aydın məsələdir. Allah bacımıza qəni-qəni rəhmət eləsin, gözəl bacımız idi, balasına qovuşdu. O günlər olsun, biz də ləkəsiz balalarımıza qovuşaq. Balalarımıza layiqli ata, ana olaraq qovuşaq. Artıq sözlərimiz, nəsə əski işlərimiz olmasın. Amin. Allah inşallah edər ki, olmaz da. Hər diqqətinizə görə çox sağ olun. Məndən əvvəl danışan qardaşlarıma da təşəkkürümü bildirirəm. Bugünkü gündə şəhid olan balalarımızın da atalarına, analarına səbir diləyirəm. Çox sağ olun. Diqqətinizə görə Allah razı olsun. Təşəkkür edirəm. Mən də sayəndə gələn qonaqlara, ziyarət işçilərinə minnətlərimi bildirirəm. Allah ziyarətinizi qəbul eləsin. Məndən öncə şeylərin oldu. Bugün iki balamızın anım günüdür. Ağacandan Elvin balamız. Allah onların valideynlərinə səbir versin. Sağa qardaş, Zakir qardaş. Allah səbrinizi versin. Çox sağ olun. Şəhidlər barəsində çox danışmaqlar, danışdılar məndən də qabaq. Danışmaqlar bitmir. Allah bu tədbirdə əziyyət çəkənlərdə Allah canı sağ eləsin. Məhərrəm qardaşım da, Rəşad qardaşım da, Məhərrəm qardaşım da qardaş şəhid olub. Allahın da məkanı cənnət olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hörmətli Rıza müəllim, orada birinci söz sən vermişsən Zakirlə. Buyurun. İndi şəhidlər hamısı bərabərdir, atalarla münasibətlər ayrı ölçü dərəcəlidir. Bugün Cəbralov Azər Zakir oğlunun anım günüdür. Bu şəhid hərbi hava qüvvələrinin mənsubu olur. Azərbaycan ordusunda bir çox belə deyək ki, qoşun növləri var. Məsələn, quru qoşunlardır, hərbi hava qüvvələridir, raket qoşunlardır, raketdən müdafiə qoşunlardır. Hər bir ordunun insan əzasında orqanın rolu olan kimi hər bir belə deyək ki, qoşun növlərinin Azərbaycan silahlı qüvvələrinin içərisində özünün rolu var. Hərbi hava qüvvələrinin şəhidi ola bilər ki, atılan bir raketi zərərsizləşdirəndə yüzlərlə evlərin dağılmasının qabağını alır. Və ya onun atdığı raket düşmənin yüzlərlə canlı qüvvəsini məhv edir. Ona görə də həmi bizim Ağacan balamız, həmi bizim Elvin balamız quru qoşunları Azərbaycanın ən böyük saylı qoşunudur. Ben onu deyim ki, ola bilər ki, həmlə qrupları, xüsusi təyinatlar bir yerə hücum edirlər, lakin alandan sonra o quru qoşunlarını təhvil verirlər. Səbəbi odur ki, ən güclü, ən potensiyalı ordu quru qoşunlarıdır. Ona görə də uşaqları heç bir-birindən fərqləndirmək olmaz. Hamısı qəhrəmandır, hamısının Azərbaycanın azadlığı uğrunda rolları olub, hamısı bizim iftixarımızdır. Qaldı ki, bayaqları yoldaşlar danışdı, Azərbaycanda 11 dənə bir ailənin 2 uşağı şəhid olub. 11 dənə. 100-dən artıq Azərbaycanda tək oğullar şəhid olub.
Ona göre de şehirler hamısı Allah karşısında da, devlet karşısında da, millet karşısında da paylarını verip, qələbədə onların öz payları var, qələbədə şəhid ailələrinin özlərinin payları var. Elə igidlər yetişdirdiyinə görə bir daha ağzına və elminə və bütün şəhidlərə rəhmət diləyirəm, yerləri cənnət olsun. Amin. Amin. Asım müəllim buyur. Çarhan Kənd icra nümayəndəsinin sədri. Mən də bu gün öz növündə bütün şəhid ailələrinə başsağlığı verirəm. Allah şəhidlərimizin hamısının yerini cənnət eləsin. O cümlədən qardaşımız, Elvin balamız, Ağazın qardaşımız. Allah yerini cənnət eləsin. Valideynlərinə səbir diləyirəm. Bugün bura elə bir yerdir ki, burada çox danışmaq olar. Şəhidlərlə saatlarla danışsaq bitməz, qurtarmaz. Biz bu günlər yaşadığımız ölkədə şəhidlərimizə borcluyuz. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Valideynlərinə səbir diləyirəm. Amin. Çok sağ olun. Zakir. Buyur. Xan baba yakın gel. Şəhidlər haqqında istənilən qədər danışmaq olar. Şəhidlər 44 günlük vətən müharibəsində öz sözünü verir. Şəhidlər Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin edir. Allah hamısının ruhunu şad etsin. Valideynlərinə səbir. Amin. Cahil müəllim buyur bir neçə kəlmə. Çok sağ olun. Uzaktan yakından gelen qonaqlarımızı bir daha salamlayıram. Ülviyə xanım çok sağ olun ki, 5 ildir şəhid ailələrindən bir yerdəsiz. Mərdəm qardaşımızdır. Allah qardaşın ruhunu şad eləsin. Vahid müəllimdir, təmənnasız, Rəşaddır. Çox sağ olun. Hər birinizə təşəkkür edirəm. Bağlarınızın xeyrini görəsiniz. Allah dünyasının qəşənglərinizə rəhmət eləsin. Bunları bilirsiniz ki, iki balamızın anım günüdür. Şəhadətə ucaldığı üçün də hər iki ailənin dərd ortaqlarıma başsağlığı verirəm. Allah onlara səbr versin. Səxavət qardaşıma, Zakir qardaşıma, bacıma, Bahar bacıya Allah səbr versin. Qalan balaların xeyrini görək. İnşallah Zakir Gül'ün evindən bir körpə səsi gəlsin. İnşallah tezliyinə Allah qismət eləsin. Bunları bizə Zakirə, Bahar bacıya, səxavətə təsəlli olmağa gələn hər bir insan elə bizə də təsəlli olmuş kimidir. Bura gələn hər bir şəxs balasının xeyrini görsün. Evlad acısı çox ağrılı, acılıdır, amma bizim balalarımız bizim qürurumuzdur. Mən onların qarşısında baş əyirəm və Allah şəhid balalarımızın hər birinin ruhunu şad eləsin, onların ailələrinə, yaxınlarına Allahdan səbir diləyirəm. Amin. Gültekin bacı. Şəhid anası, haradasan? Buyur. Buyur. Hörmətli tədbir iştirakçıları, bugünkü gündə Ağacan balamızın, Elvin balamızın anım günüdür. Allah atalarına, analarına səbir versin. Cəm şəhidlərimizin ruhu şad olsun. Amin. Allah gələn qonaqlar, ağsaqqal, icra nümayəndələri, Allah sizdən Axund. razı olsun. Axundumuz bizi bu günlərdə tək qoymuşdur. Çox sağ olun. Teşekkür ederim. Çok sağ olun. Sizi ayırmayacağım. Bak, kardeşim. İmran müəllim. Hakkında söz çoxdur. Üçlər hərəsi bir qəhrəmandır. Hər biri ailələrdir. Vətən döyüşçülərdir, vətən yolda cana verən kişilərdir. Məndən əvvəl kişilər, qardaşlar, şəhid-sevər insanlar buyurdu. Allah hər birini yerincə. Amin. Bugünkü tədbirdə Ağacan balamızdan, Elvin balamızın anı bir mübarək olsun. Valideynlərə Allahdan bol gözmazı verər. Bəli, torpaq suyuna yollasa palçı olar, qanla qarşılarsa vətən olar, zəfər olar. Bizim bu şəhid evlatlarımız zəfər fədailərdir. Allah hər birinin məkanı cənnət eləsin. Allah hər birinizə, Aksaqqal, Hacı, bütün ictimaiyyət işçilərə, hər birinizə Rana xanım yaxın gəl. şəhid sevər insanlar. Rana xanım yaxın gəl. Ağacan buradadır. Bütün şəhidlərimizin məkanı Gəl buradan. cənnət olsun. Çox sağ olun, Aksaqqal. Allah razı olsun. Teşekkür Var ederim. olun. Rana xanım buyur. Çox sağ olun Ağsaqqal, söz verdiyinizə görə. Teşekkür ederim. Salamlayıram şəhid ailələri. Allah şəhidimizə, Ağacanımıza, Elvinimizə və cəmi şəhidlərimizə rəhmət eləsin. Ruhları qarşısında baş əyirik. Biz onlara borcluyuq. Hər bir şəhid ailəsinə səbir diləyirik Allahdan. Allah ürəklərində olan arzularına çatdırsın. Çox sağ olun, Allah razı olsun. Teşekkür ederim. Hazır Ekber.
Buyur bir neçə kəlmə baxsı darlaşdırırıq. Yox, axırın sən dersən, var hələ sən. Bütün ziyaret ehlini salamlayıram. Allah bu daimi biz ziyaretlerde olan heç vaxt şərtlərimizi unutmayın inşallah. Belə də olacaq. Nəinki özümüz, hətta bizdən sonraki nəslimizə də. Hətta çörək yeyən də sürqanın arxasında gələ biz əvvəl Bismillahdan əvvəl bilək ki, ay balamız, ay nəvəmiz bu günü bizə yaşadan, bu gün nəfəs alırıq, onlar elə belə deyir. Bax, həmin o şəhidlərin sayəsində oldu ki, biz bu günləri qürurla deyirik ki, bəli, vətənim Azərbaycandır, azad Azərbaycandır. Məhəmməd Füzuli burada yadıma düşdü, mən çalışıram ki, bir təkrar söz olmasın, həm də vaxta görə. Buyurur, xidmət əhlinə simuzər vermək, şah-ı mülk-ü məcazə adətdir. Hasil-i xidmət-i nəbi vəli, şərəf et, rütbə-i şəhadətdir. Axı biz bir kəsin evində usta işləyəndə, onun gərək onu mütləq elə halallaşmadır, o zəhmətin müqabilində təşəkkür elə. Elə deyil, əgər olmasa halallıq olmaz. Bəs gör ki, Allah Teala bunu icazə verirsiniz. Allah Teala bizdən də nə qədər rəhimlidir, nə qədər səxavətlidir ki, o da istəyir ki, onun yolunda hər kimsə bir zəhmət çəkirsə, onu gör neçə dəfə böyüklər onu qiymətləndirir. Peyğəmbərlər, imamlar, yəni o muz aldılar Allah'tan ki, bəli, sənin ki, zəhmətlərin din yolundakı şəhid oldunuz, nə qədər zəhmət çəkdiniz, onu Allah verir. Və həmin o şəhadət cərgəsində bizlə bu şəhidlər var. Buna biz fəxr edirik, əlbəttə ki, şəhid sözü böyükdür. Ola bilsin ki, kimsə Azərbaycanda çox şəhid. Allah hamısı rəhmət eləsin. Heç ad bu ad heç kim ola bilsin bilməsin. Ata oğlunun adını çəkməsə də bir dənə şəhid adı, tək bir dənə ad, ümumi hamısının adı olaraq ən uca addır. Şərəfli bir addır. Ülviyə xanım Dəmir Ümür Cəmiyyətinin sədri olaraq biz dəfələrlə uzaqlarında oluruq. Ola bilsin ki, mən çıxışlarımda həmçə demişəm ki, Ülviyə xanım başqa yerdə olduğuna görə salamı göndərdi və özü burada iştirak kimi Qəbələdən danışır, Gəncədən, yəni bütün Azərbaycan hər yerdə var. Və bu gün də qərar aldı ki, bəli, burada iştirak eləsin. Bir Dəmir Ümür Cəmiyyəti olaraq biz daimi, yəni belə tədbirdə yox, adi basıda gəlirik, ev və ev. O gün saat 1-ə 2-yə qədər, bu da analar şahiddir. 2-yə qədər qapıları deyib, orada iştirak eləmişdik, bəli, hamısı da şahiddir. Və bu günləri bizim ocağımızın deyək ki, gözəl nəsil nümayəndəsi Hacı Azər müəllim də burada iştirak edir. İstəsin onda sözü varsa deyəmirəm. Həm o Dəmir üzvüdür, həm də ki, gözəl yazardır, Azərbaycanımızı, şəmağımızı gözəl təmsilli bir insandır. Allah şəhidlərimizə rəhmət eləsin. Allah ziyarətimizi qəbul etsin inşallah. Yekunlaşdırıram. Çünki qonaqlarımız var. Biz lazım olan yerə getməliyik. Artıq cəmaət tələsir. Qanır xanım buyur. Xan baba danışdı belə. İlham. Zülfiyə xanım qeyd elədi, bizim də Şamaxıda Rəna müəllim bizim bütün şəhid tədbirlərində şəxsən mənim özümdən çox iştirak edir. Mən işlə əlaqəli çox gələ bilmirəm. Yəni şəhid sevər insanların hamısına mən təşəkkür edirəm. Hamısından Allah razı olsun. Elə insanlar var ki, həqiqətən də şəhidlərimizə çox böyük dəyər verir. Həm də bugün mən Xədicə bacımızın yeddisidir, o rəhmət diləyirəm. Allah bugünkü anım günü olan şəhidlərimizin də atasına, anasına səbir versin, dözüm versin. Çox sağ olun. Təşəkkür edirəm. Hörmətli İlham, buyur bir neçə kəlmə şəhid qardaşı. Geçirsən ya bir neçə. Allah Zakir balımda rəhmət eləsin, məqamı da olsun. Allah kəmi şəhidlərimizə rəhmət eləsin. Allah balon yerində. Təşəkkür edirəm. Səxavət edir. Allah sağ olun. Çox sağ ol, təşəkkür edirəm. Azad buradadır, şəhid qardaşım. Bir neçə kəlmə. Xahiş edirəm, darraşıb, mən darıxıram, tez olun. Böyle Səxavət qardaşı var, Bahar bacı var, Şakir qardaşı, xanımla baş sağlığı verirəm. Allah sizə səbir, gözüm versin inşallah. Vallahi yeri cənnət olsun. Təşəkkür edirəm. Azər müəllim. Buyur qardaş, biraz tutam. Qısa deyəm. Hə yox, qısa elə başlayalım. Çünki biz mən şəhid analarına aid
Hə bir qısasın elə hansı qısası o ya axırıncı kupletində ya bir əvvəl. Çıxışların hamısıyla mən də razıyam. Çox sağ ol. Qoşuluram bütün o çıxışlara. Allah şəhidlərimizə rəhmət eləsin. Çox sağ ol. Analara, atalara, valideynlərə səbr versin. Çox sağ ol, təşəkkür Bunlar danışmaq olar. Yəni indi mən üçüncü sayım vaxt dar olduğuna görə mən bu şeiri Vaxt dar da. şəhid analarına Şəhid anaları sizin üçün şehit olsun. qurbanam anaların göz yaşına. Dözmək olmur, nələr gəldi başına. Artıq alındı onların qanları, ağlamayın siz şəhid anaları. Kişilik, mərdlik var şəhid qanında, gül balalar qaldı ana yanında. Qürurludur şəhidin balaları, ağlamayın siz şəhid anaları. Hər bir kəsə nümunəvi yoldular, can fəda edərək şəhid oldular. İşıqdır şəhidlərin yolları, ağlamayın siz şəhid anaları. Analar görmədi sizi doyunca, sizin məqamınız ucadır, uca. Unudulmazdır vətən qurbanları, ağlamayın siz şəhid anaları. Şəhidlər fəxridir Azərbaycanın, onlar vətən üçün tökdülər qanın. Oldular cənnətin bağçası, bağı, ağlamayın siz şəhid anaları. Allah səbir versin siz analara, cənnət qazandırdı Rəbbim onlara. Azər heç zaman unutmaz onları, ağlamayın siz şəhid. Çox sağ olun Azər müəllim. Təşəkkür edirəm. Çox sağ olun. Hörmətli cəmaət, əziz şəhid anaları, hörmətli şəhid ataları, hörmətli qonaqlar, gələnlər, hər birinə təşəkkür edirəm. Bu qarşınızdakı ağsaqqal sizin hər birinə təşəkkür edirəm. Bu məqamda dayandınız, bu məqamda danışdınız, bu müddətdə çıxış elədiniz, hər birinə təşəkkür edirəm. Allah Taala bu şəhid bağlarımızın, valideynlərinin qalan bağlarını şad eləsin, salamat eləsin. Ya Rabbim, ya Resulallah. Bunun sayəsində ucalırıq. Biz Ali Baş Komandanı Həməlif cənablarının sayəsində ucalırıq. Mehrimah xanımın sayəsində ucalırıq. Allah Taala hər birinizdən razı olsun, hörmətli cəmaət. Yuxarıda Elvin balamızın yanında dedim, burada da deyirəm. Sabah Göylər kəndində Azər balamızın, Rıza balamızın ad günüdür. Mən də sizin döşünüzdə sabah Göylər kəndində inşallah. Buradan çıxırıq. Şamaxı Cümə Məscidinin mərasimdir Allah. Bir üstad çay hadirdir. Çay içib, sonra sizi saldıram yola inşallah. Sağ olun. Hər birdə təşəkkür edirəm. Gördüm o. Amin. Rabbena la tuzigh qulubana ba'da idh hadaytana wa hab lana min ladunka Allah rəhmət versin. Gedək.